Yaxşıyam, siz nəlisiniz? Yaxşıyam, sağ ol. Aha, başlayaq mı dərsimizə? Başlayaq. Elementləri yəqin ki tanıyırsan. Bə. Yəni kimyanın nə olduğunu bilirsən, nələri öyrənir, nə haqqında elmdir? Bilirsən bunlar haqqında məlumat? Element, yəni həm elementlər var, reaksiyalar. Aha, başqa? Bunlar da qədər. Hə, maddələri öyrənir, maddələrin xassələrini öyrənir, bir maddənin digər maddəyə çevrilməsini öyrənir, elə deyil? Hidrogen nəyin tərkibində var? Biz istifadə edirik hər gün. Hidrogen vodorod da rusca. Bildim, vodorod. Məsələn, hansı maddənin tərkibində var o? Bilmədən su, voda istifadə edirsinizsə, H2O. bəli, H2O. Bəli. Yəni nədir o? Bizim gündəlik olaraq istifadə elədiyimizdir. Tutaq ki, bu cisimdir. Biz gözümüzlə nə görürüksə o cisim sayılır. Tutaq ki, mənim qabağımda indi kompüter var, elə deyil. Bu cisimdir. Elə deyil. Və ya qabağımda telefon var. Bu nədir? Cisimdir. Və ya qabağımda kitab var. Bu nədir? Cisimdir. Amma mən o cisimi tutaq ki, belə bir şeydir, dəmir. Dəmir nədir? Dəmir maddə olacaq da. Həm element sayılır, həm dəmir elementi var, həm də nə var? Maddədir. Yəni bir dənə bizim maddədən gör nə qədər cisim hazırlaya bilir. Bəli, əşya, cisimlər hazırlayır. Dəmir cisimdir, maddədir. Dəmir maddədir. Aha, dəmir maddədir. Bəs deyirəm dəmir qaşıq. O cisim olur. Ay, sağ ol. Çünki dəmirdən hazırlanan bir əşyadır. Sonra deyirəm məsələn su. Su maddədir. Bəli, su maddədir. Afərin sənə. Deyirəm karbon qazı. O da maddədir. Ay, sağ ol. Karbon qazı da maddədir. Duz Nədir? Cisimdir, maddədir. Mən fikirləşələm. Əgər şəkər maddədirsə, maddə. ay, sağ ol. Duz da maddə olacaq, bəli.